Həkim belə soruşmaq ayıb olmasın. Xarici pasportun var. Var, niyə soruşsan ki? Belə baxıram birazdan Marsa uçassan. Deyirəm yolda saxlamasınlar. Hə, ona baxarıq elə, bax. Hə, şeşpeşə gözlə oynayım da bir dəqiqə dayan da. Yaxşı, hə. Amma bir şey səndən xahiş edeyim Emel. Sən can gəl o Əbülfəti işə götür də. Yaxşı mərfətli qanacaqlı oğlandır o. Hə, mən tapşırıqdan adam işə götürənmərəm də, bəs də. Əbülfətin atası bilirsən kimdir? Kimdir? Atası aşağıda işləyir. O yuxarılarda işləyir olmalıdır öldü. Bildim o atası heç kimdir də başa düşürsən. Onu öyle deyirəm. Yəni gidib bunu görüm tanıya bilərsən. Yox, mən Əbülfədi işə götürə bilmərəm. Hə. Ona görə ki, o çox lazımsız adamdır. Mənim işim çox ciddi işdir. Mən açıq ürək əməliyyatı Bir dəqiqə dayanə, sənin işin harası ciddi işdə. Sən açıq ürək əməliyyatı eləyən adamsan da, bunun harası ciddidir ki? Bundan ciddi iş var. Mən şəxsən bilmirəm. Yox, özü də ki, Əbülfədin əlləri əsir. Həkim, ayıb olsun sənə. O insanın əgər belə bir qüsuru varsa, bax, o niyə üzünə vurursan sən? Əbülfəd alkaçdır. Nə qüsur? O qədər içib əlləri əsir. Harada bildin bəs? Görürəm də, bax, keçən dəfə mənə demişdin, götür onu xəstəxanaya. Demişdim. Gətirdim. Nədir? Xəstəxanada nə qədər spit var, hamısını içdim. İşte alkaş oldu, gedib ürək donorları olan otaq var. Girib ora belə əlində rumka ilə deyib ki, bunu da ürəyi burada olub, özü burada olmayanlar sağ olun.